Bitki hüceyrəsinin fiziologiyası. Bitki fiziologiyası, bitki orqanizmlərinin, onların orqanlarının, toxumalarının, hüceyrələrin və hüceyrə komponentlərinin funksiyasını, həmçinin bitkilərin həyat fəaliyyətinin bu və ya digər təzahürlərini öyrənir. Maddələr mübadiləsini təşkil edən çoxlu miqdarda və cürbəcür reaksiyalar ümumiyyətlə iki tip proseslərin assimilyasiya və dissimiliyasiyasının məcmunundan ibarətdir. Bu proseslərin sıx birliyi materiyanın həyat adlandırılan hərəkət formasının əsasıdır. Digər tərəfdən, assimilyasiya və dissimiliyasiya orqanizm ilə mühit arasında fasiləsiz qarşılıqlı təsirin mövcud olmasını da təmin edir. Bitki orqanizmi bir-biri ilə qarşılıqlı təsirdə olan orqanların və qarşılıqlı əlaqədə olan funksiyaların olduqca mürəkkəb sistemidir. Canlı orqanizmlərdə tamlığın xüsusi, spesifik formada olmasını qeyd edərək Engels yazırdı. Nə sümüklərin, qığırdaqların, əzələlərin, toxumaların və s. mexaniki birləşməsi, nə də elementlərin kimyəvi birləşməsi hələ heyvanı yaratmır. Beləliklə də orqanizmin olduqca mürəkkəb həyat fəaliyyətini dərk etmək üçün onun müxtəlif mərhələlərini seçməyə, ayrı-ayrı orqanlarda, hüceyrələrdə gedən proseslərə və funksiyalara diqqət yönləndirməlidir. Həyat fəaliyyətinin bu qaydada öyrənilməsi, gerçəkliyin dərk edilməsindəki əsas prinsiplərdən olan ümumidən xüsusilərə prinsipinə tamamilə müvafiqdir. Lakin, mürəkkəb sistemi tərkib elementlərini parçalamaqla öyrənmək o vaxt müvəffəqiyyətli sayıla bilər ki, hər bir element təcrid edilmiş halda yox, başqa elementlərlə əlaqədə tam orqanizmin tərkib hissəsi kimi tədqiq edilsin. Lakin bitki orqanizmdə olan xüsusiyyətlərin dərk edilməsi üçün hüceyrənin quruluşunu və funksiyasının öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Orqanizmin quruluşunun hüceyrə nəzəriyyəsi, enerjinin saxlanması qanunu və təkamül nəzəriyyəsi ilə birlikdə biologiyada metafizikaya və idealizmə son qoydu. Elektron və faza təzadlı mikroskopiyanın ultranazik kəsiklər hazırlanması, həmçinin sentrifuqa metodunun bioloji tədqiqatlarda geniş tətbiqi, hüceyrənin quruluş elementlərinin və bu elementlərin hüceyrənin həyat fəaliyyətindəki rolunun daha ətraflı öyrənilməsinə imkan vermişdir. Maddələrin mübadiləsini dedikdə, orqanizm ilə mühit arasında, yəni xarici maddələrin mübadiləsi, həmçində maddələrin orqanizmdə daşınması və çevrilməsi, yəni daxili mübadilə və ya aralıq mübadilə zamanı mövcud olan proseslər başa düşülür. Hüceyrədə maddələrin mübadiləsi zaman və məkan etibarilə vahid sistemdə birləşən çoxlu miqdarda fiziki və kimyəvi reaksiyaları əhatə edir. Bu cür sistemli nizamlıq və mütəşəkkillik ancaq dəqiq tənzimləyici mexanizmlərin köməyi ilə həyata keçirilə bilər. Hüceyrənin ən mühüm tənzimləyici mexanizmlərinin fəaliyyətində fermentlər başlıca rol oynayır. Lakin hüceyrədə metabolik proseslərin tənzimlənməsində onun molekulyar ultra quruluşu və məkanca təşkilinin kompartmentləşməsinin də böyük əhəmiyyəti vardır.